əsas hədəflərimizdən biri Xocasən deposu və Dərnəgül deposunun hər iki depo üzrə tender proseslərini həyata keçirmək və Xocasən deposunun ikinci mərhələsinin, eyni zamanda Dərnəgül deposunun üçüncü mərhələsinin, yəni hər iki depo üzrə işləri tam yekunlaşdırmaq və tam istismara vermək üzrə tenderlər həyata keçiriləcəkdir və işlərə başlanılacaqdır. Dərnəgül deposu ərazisindən keçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Abay Kunanbayev və Çinarlı Park yaşayış kompleksini birləşdirən avtomobil və piyada tunelini soruşursunuz. Hal-hazırda ərazidə tikinti işləri davam eləyir və bildiyiniz kimi biz Dərnəgül deposunun ikinci mərhələsinin tamamlanması və qismən fəaliyyətə başlamasını həmin qeyd etdiyim sözü gedən tikinti prosesinə görə gözləmə mərhələsindəyik. Həmin avtomobil tuneli və piyada tuneli inşası tamamlandıqdan sonra Dərnəgül deposunun ikinci mərhələsi üzrə inşaat, tikinti quraşdırma işləri yekunlaşacaq və depo qismən fəaliyyətə başlayacaqdır.